Bugün mən sizə Gürcüstanda kuryerlikdə belə bir mopedlə günlük nə qədər qazanc əldə etmək olar onu deyəcəm. Getdik. Bax, bunda deyim, bu 0.50'dir moped kubaturası. Yəni B kateqoriyası olan pravayla rahatlıqla sürə bilirsiniz. İlk zakazımız Pizza Land'dəndir, görək. Məcbur bardiyura dırmaşasıyam. Bu da yaxındadır hardasa bu Pizza Land. Gəldik, çatırıq. Ay xala, ay abla, ay bacı. Dayıko, qamatarı. Gəldik Pizza Land. Təxmini kilometrajını deyirəm 8 yarım 9 değildi də. Yazdı 9 lari hardasa 3-4 dollar falan belə bir şey yazdı. Yani 8 kilometre 4 dollar pul yazdı. İlk zakazımızdı. Geldik, çıxdıq bura. Qara qapıdır deyir. Buradan 4-cü mərtəbəyə. Zakazın qiyməti 35 lar idi, 40 lar verdik. Yəni 5 lar 2 ay qəşəngdir. Bu da həmişə olmur. Bunu belə bahalı bir dənə villadayam. Girdim, çıxdım, qəşəng. Bir dənə də sifariş. Gedirik Çin elçiliyi. Ni hao. Thank you. Uy, sorry.